Ailə dəyərləri haqqında nə deyə bilərsiniz? Mən Bax, nə tövsiyə edə bilərsiniz? Çünki boşanmalarımız çox. Yəni aqressiya artıb. Bu problem kimdədir? Ailədə tərbiyədədirmi? Uşağı yetişdirməkdədirmi? Yəni ikisi də tərbiyə deməkdir. Amma necə eləyək ki, bax bu boşanmalar azalsın, uşaqlar yetim qalmasın. Bir uşaq dünyaya gətirirlər, ayrılırlar. Yəni axı mən düşünürəm ki, tək özlərini düşünməməlidirlər. O uşağı da düşünməlidirlər, onun gələcəyini düşünməlidirlər, onun həyatını düşünməlidirlər. Amma indiki gənclərimiz deyir, bir övladım var, yetər. Bu mənə bəsdir. birinci ailə dəyəri geniş məfhumdur. Sadə bir məfhum deyil. Çünki burada söhbət gedir həm şəxslərin xasiyyətindən, onların özlərində olan dəyərlər sistemindən, övlad amili nədirsə, ailə amili nədirsə, bütün bunların hamısına bu adam Dərk eləməli. dərk eləməlidir. Mən misal üçün yoldaşımla 61 ildir evliyik. Maşallah. 61 ildir evliyik. Və dövrümüzün müxtəlif dövrləri olubdur. Dövrümün çoxsunu vəzifədə olmuşam. Amma vəzifədə olanda da həyatım çox o qədər də rahat deyildi. Bəli. Həm də ağır zamanlarda siz vəzifə Bəli, olursunuz. psixoloji yük çox olubdu. Yoldaşı bu yükü mənlə şərh yaşayıbdı. Böyük psixoloji yükü. Amma indi cavanlar heç xırda psixoloji yükü də Daşıya bilmirlər. daşıya bilmirlər. Onu da bilməlisiniz ki, insan ki vardı, qədim dövrdə, yəni neçə yüz min il bundan əvvəl doğulanda bir növ vəhşi olubdu. Sürü şəklində olubdu. O mənim doktor dissertasiyam deyilsiz, tarixi fəlsəfəsi. Orada belə bir xüsusi fəsil var ki, insan doğulanda, insanlıq yarananda sürülə olublar. Və sürüb, sonra yavaş-yavaş sürü başlayıbdı individuallaşmağa, özəlləşməyə. İlk addım olubdu ailəni yaratmaq. İlk dəfə insan başa düşüb ki, bunun özünün sürüdən ayrıca Ailəsi olmalıdır. nəysə olmalıdır. O nəysə ailə olubdu. Deməli, insanlaşma prosesi başlayıbdı insanın ailələşməsindən. Ailə bəli, çox müqəddəsdir, amma çox təəssüf olsun ki, dəyərlərini bilmirik. Deməli, bu itsə, ailə itsə dəyər olaraq, sözsüz ki, bir çox məsələlər də bununla bir yerdə itəcəkdir. Övladın deməli, birdən çox doğulmağı bir çox hallarda da asılıdır ki, hətta Avropada 30 yaşından tez evlənmək söhbəti getmir. Amma mən düşünürəm ki, ana olmaq üçün qadın 28-30 yaşını keçməli. Çünki o məsuliyyəti dərk eləməlidir. 22-21 yaşında, 23 yaşında olsun, 18 yaşında qız necə dərk eləyə bilər, yəni analıq hissini? Məncə o hələ özü uşaqdır. Mənim anam da 19 yaşında ərə gedibdi. Yoldaşım da 19 yaşında ərə gedibdi. O vaxt ki, Qızım da. o vaxtın Qızım, qadınlarıyla indikilər eyni deyil. Qızım da 19 yaşında ərə Görürsünüz, gedibdi. sizinlə bərabər yoldaşınız hansı çətinliklərə dözür, Bəli. sizə necə dəstək, amma indi o qızlarımız varmı? Bax, məsələ ondan ibarətdir.